Herkese salam dostlar. Dostlar, bu günlərim sizə Hatsa'nın ən güclü modeli olan Hatsan 125 Vortex modeli ilə tanış eləmək istəyirəm. Quattro teti sistemi, ayarlana bilir gəzi, 4.5 mm fiber optik arpacıq. Quattro tetik nədir? Tetin sərtliyini ayarlamaq olur. Avtomatik perdaxran teli, çox yumşaq qəşəng çiynə sökəməyə rezini. Belə bir tir tüfəngidir. Deyərdim sizə, ən güclü qatlanan tir tüfəngidir. Bu sniper modeli deyil. Sniperdə bir dənə susturucu olur. Bundan fərqli olaraq. Həmin Porsche, Vortex, həmin Vortex. Bir də yanaqlıq ayarı olur. Bunun qrupman testi ilə sizi tanış eləmək istəyirəm dostlar. Keçək indi qrupmana. 20 metr məsafədən qrupmanını eləmişəm. Atış testin. Həmişəki hədəfim. Hə dostlar, həmişəki hədəfimizdir, gördüyünüz kimi Cross'un dəmiridir. Özdə çox qalın dəmirdir. Bax, qrupmanı mən nişan aldım bura. Silahımız hamısını topladı bura. Təxmini bir görürsünüz də nə məsafə içində top. Birinci bura atış oldu. Sonra indirdim bura oldu. Sonra indirdim bura oldu və bura düşdü atışlar. Gördüyünüz kimi bu qalınlığında dəmiri sadə qırma ilə deşib belə keçə bilir. Deşit hamısı. Burada bu dəmiri bir də qamon tiri deşmişdi. Burada jumbo dazl deşmişdi. Digər gördüyünüz kimi yaradı. Heç bir deşit deyil. N11 falan, M1 lüks. Gördüyünüz kimi sadə qırmayla bu dəmiri belə rahatçılıqla deşə bilir. Qamo ilə sadə qırma attım. Bax, sadə qırma belə olur. Əzir. Amma ucu şarikli ilə atanda deşib keçir. Bu sadə qırma ilə belə deşib keçir də. Bu da o deməkdir ki, bunun gücü, kinetik enerjisi qamodan çox güclüdür. Qrupmanı da 20 metrin içində, yəni bir yumruqdan balaca bir qrupman yığmışam da. İndi ayaq üstü atış eləmişəm, dəstəksiz atışdır. Buranı tuşqunluyub atırdım. İndi oturaqlı dəstəkli atış olsa, məncə burada 2 qırma bir yerə dəyib, burada 3 qırma bir yerə dəyib. Yəni qrupmanı pis deyil belə baxanda. Yəni tirimiz belədir dostlar. Hə dostlar, istifadə elədiyim qırmada Gamo'nun 0.49 qramlıq ucu yumru qırmasıdır. Gördüyünüz kimi sadə qırmadır. 0.49 qramlıqla 20 metrdən belə nəticə yoxdur da. Hatsan yenə öz sözünü deyir də. Sağ olun dostlar. Kanalımıza abunə olub, belə gözəl videoları qaçırmamaq üçün kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın dostlar.